Liverpool özünə ikinci Salah alıbmı? Söhbət Florian Wirtzdən deyil, Frimpongdan gedir. Bu sizə gülməli gələ bilər, amma bir dənə zəhmət olmasa bu istilik xəritəsinə baxın. Bu Frimpongun ötən mövsümdəki bütün oyunlarının istilik xəritəsidir. Hardasa bütün oyunun %70%-ni Frimpong rəqib zonasında keçirir. Əgər Salahın istilik xəritəsinə müqayisə etsək, bu ona çox oxşayır. Sadəcə bir dənə müdafiə planı yoxdur. Və bu epizodlara baxın. Gördüyünüz kimi Muhammed Salah kimi sağ cinahdan eşə-eşə gedir və Diabyə qol pas atır və bu bir neçə dəfə təkrar olunur. Uzun sözün qısası, 30 milyon funt sterlinqi Liverpool niyə xərcləyir? Bizim gümanımız ondan ibarətdir ki, nəzərə alsaq ki, Muhammed Salahın yaşı var və Liverpool Çempionlar Liqasında həm uzun yol gedəcək, həm də ki 2 kubokda oynayacaq. Bəzi oyunlarda Frimpong Salahı birbaşa əvəz edəcək. Bəli, bu absurd səslənir, amma bunu lütfən izləyin. Və digər məqamdan isə Trent Arnold-Alexander'ın gedişindən sonra Bradley bu mövqedə oynayır, amma Bradley'nin iki əmması var. Birinci olaraq Bradley çox travmatikdir, yəni çox tez-tez zədə alır. Burada qırmızı ilə Bradley'nin ötən mövsüm buraxdığı oyunların sayıdır. O ideal sağ cinah müdafiəçisi olmasa da, yenə də onu bir müddət Frimpong əvəz edə bilər. Sizin fikrincə, Frimpongun Liverpoolda ideal mövqeyi hardadır? Və ümumiyyətlə ideal mövqeyi varmı?